Bu zamana qədər oxuduğum ən düşündürücü əsərlərdən biridir. Çox istəyirəm ki, bu əsəri hamı oxusun. Buradan sonrasını izləməsəz yaxşı olar. Amma bu əsər bir növ bizə kömək olur ki, biz özümüzü kənardan izləyə bilək. Təsəvvür edin ki, bir gün qapınız döyülür, qonaq gəlir və sizə deyir ki, mən sənə milyonlar, şan-şöhrət, ümumiyyətlə istədiyin həyatı verə bilərəm. Yeganə şərtim isə odur ki, mənimlə dost ol. Elə əsərimin qəhrəmanı da belə bir qonaqla qarşılaşan insandır. Maria Corellinin İblisin İstirabı əsəri mənim bu zamana qədər oxuduğum ən düşündürücü əsərlərdən biridir. Buradan bilinir artıq ki, mən bu əsəri nə qədər bəyənmişəm. Çox istəyirəm ki, bu əsəri hamı oxusun. Buradan sonra spoiler olacaq. Əgər siz bu əsəri oxumamısınızsa, o zaman buradan sonrasını izləməsəz yaxşı olar. Yox, əgər oxumusunuzsa, izləyin, bəlkə fikirlərimiz üst-üstə düşər və yaxud da əksinə mənimlə razılaşmadığınız fikirlərim olar, onlar da mütləq rəy bölməsində mənə bildirin. Əsərin qəhrəmanı Jeffrey Tempest adlı gənc yazıcıdır. Jeffrey Tempest o qədər kasıbdır ki, onun əsərləri satılmır. Hətta bəzən yemək almağa belə pulu olmur. Yəni bu əsərdə həmin o kasıblığın səviyyəsi incə detallarına qədər işlənib. Bir gün Jeffrey Tempest 2 məktub alır. Biri onun uzun illər əvvəl dostluq etdiyi insandan, digəri isə özünün də bilmədiyi bir yerdən gəlir və məlum olur ki, Jeffrey Tempest səndimə bir mirasa sahib olub, varisdir və birdən-birə Jeffrey Tempest milyonçu olur. Və bu zamanda onun həyatına həmin o dostluğundan gələn məktubda haqqında bəhs edilən insan daxil olur. Bu, əvvəldə qeyd etdiyim əli dolu gələn qonaqdır. Jeffrey Tempest də deyir ki, mən səninlə dost olum və sənin həyatını kökündən dəyişim. Təbii ki, Jeffrey Tempest qəbul edir bunu. Həm bu insanın bacarığı, savadı, dünya görüşü eyni zamanda böyük miqdarda sərvətə sahib olması onu cəlb edir və düşünür ki, hazırda Jeffrey Tempest'in özünün də sahib olduğu milyonları xərcləməyə kömək edər. Daha doğrusu idarə etməyə. Həm də etibar edir və bu insanı həyatına qəbul edir. Və Rimanets adlı bu insan sözünün üstündə durur. Qısa müddətdə Jeffrey Tempest'in əsərləri satılır. Yeni əsərlər yazır, sifarişlər alır. Birdən-birə elit cəmiyyətin bir üzvünə çevrilir. Artıq onu məclislərə dəvət edirlər. Onunla birlikdə məclislərdə görünmək istəyirlər. Hətta onunla qohum belə olmaq istəyirlər ki, cəmiyyətin ən gözəl xanımı ilə evlənir Jeffrey Tempest. Lakin hər şey heç də göründüyü kimi deyilmiş. Eləcə də Rimanets özü. Qısa bir müddət sonra Jeffrey Tempest diqqət edir ki, bu Rimanets düşündüyü kimi bir insan deyil. Sanki Rimanets insanların daxilinə görə bilir. Və bu fövqəl təbii bir güc deyil. Bu sanki Rimanetsin özünün fövqəl təbii olduğuna işarədir. Və Jeffrey Tempest dəhşətli bir faktı özü üçün aşkar edir. Rimanets insan deyilmiş. Rimanets şeytan imiş. Və bu əsərin mövzusu da, sujet xətti də məhz belədir ki, bir növ mən elə qəbul edirəm ki, şeytan insanları yoldan çıxarmağa çalışmır. Şeytan insanlara əslində onların özlərində hər zaman bir parça şeytan olduğunu göstərməyə çalışır və göstərir də. Bu əsəri oxuyandan sonra mən öz mənfi tərəflərimi, xarakterimdə çatışmayan cəhətləri öz beynimdə təhlil etməyə başladım. Və mən düşünürəm ki, bu yazıcı üçün böyük bir uğurdur ki, oxucu onun əsərini oxuduqdan sonra özünü, öz təbiətini, öz xarakterini təhlil etməyə və bir növ imtahan qarşısında qoymağa çalışır. Yəni, mən elə başa düşürəm ki, bu əsərdə şeytan sadəcə simvolik bir obrazdır. Biz bu əsəri oxuyaraq, şeytanı dırnaqarası görərək, əslində özümüzün mənfi tərəflərimizi görürük. Yəni, təbii ki, əgər görürüksə. Çünki hər kəs özünə kənardan baxa bilmir. Amma bu əsər bir növ bizə kömək olur ki, biz özümüzü kənardan izləyə bilək. Mən çox istəyərəm ki, Maria Corellinin İblisin İstirabı əsəri geniş kütlə tərəfindən oxunsun. Çünki bu əsər həqiqətən insanı düşündürür. İnsana özünü tanıdır və özün öz xarakterini təhlil etməyə başlayırsan. Bu kitab bir mənalı olaraq mənim ən sevdiyim əsərlər siyahısına daxil oldu.